İmam Sadiq əleyhissalamdan rəvayət olunur. Oğlan uşağını sünnət edərkən bu duanı oxusunlar və əgər həmin vaxt mümkün olmasa, uşaq həddi büluğa çatana qədər nə vaxt mümkün olsa, bu duanı uşağın üzərində oxusunlar ki, kəsilmə və digər dəmirin hərarətini ondan uzaqlaşdırsın. Dua budur. İlahi, bu sənin və Peyğəmbərinin ona və ailəsinə salavatın olsun, sünnəsidir. Biz sənin və Peyğəmbərinin ardınca sənin istəyin, iradən və qəza-vü qədərinlə gedirik. Bu, sənin istədiyin, hökmünü verdiyin və yerinə yetirdiyin bir işdir. Sünnət və həcəmət zamanı dəmirin hərarətini ona dadızdırdın. Bu işi məndən daha yaxşı bilənsən. İlahi, onu günahlardan təmizlə, ömrünü uzat. Bədənindən bəlaları, cismindən ağrıları uzaqlaşdır. Var-dövlətini artır, kasıblığı ondan uzaq et. Həqiqətən sən bilirsən, biz bilmirik.